Xoş gəlmisən. Necəsiz? Yaxşı olasan. Nədir o elə? Çapıq üzlü gümüş dollar. Ən yaxşı 100 qəlib variantından biri. Çapıq üzlü filmində Al Pacino'nun məşhur şüarı var deyə mənim balaca dostuma salam de. O yadıma düşdü. Mən Rikin dükanından 1888-ci ilin gümüş Morgan dollarını gətirmişəm. Çapıq üzlü buraxılış. Onu satmaq fikrindəyəm. Bunlardan mövcud olan cəmi 19 nümunə qalıb. Yəni dövriyyədə olmamış variantları. Onu 15.000 dollara satmaq istəyirəm. Morgan gümüş dolları günü bugün ən populyar kolleksiya sikkəsi sayılır. Morgan dollarını 1878-ci ildən etibarən zərb etməyə başladılar. Ona görə Morgan dolları adlandırırlar ki, dizaynerinin adı elə Morgan olub. Daha gözəl sikkələrimiz olsun deyə onu İngiltərədən bura gətizdirmişik. Çünki əgər oturub düz danışsaq, ona qədər sikkələrimiz elə də gözəl deyildi. Ona görə də onu çağırdılar, o da belə bir qəşəng dizayn çıxartdı ortaya. Bu cür zərb olunub. Belə gümüş pulları buraxmağın hökumətə də xeyri var idi. Onlar dövriyyədə tonlarla gümüş dolların olmağını istəyirdilər. Sikkəni necə hazırlayırlar? Aşağıdan və yuxarıdan içi öncədən dizayn olunmuş polad qəliblər olur. Təzgah qəlibləri bir-birinə sürətlə, təzyiqlə sıxır, sikkə çıxır. Amma indiki halda zərbxana qəlibindən biri sınmışdı deyə xanım Libertinin üzündə belə çapıq əmələ gəlmişdi. Bu zərbxana xətası sayılır. Sonra onlar korlanmış qəlibi dəyişdilər. Amma az sayda o cür buraxılanları hər necəsə banklara yol tapdı. İti gözlər onların bəzilərini aşkarlayıb dövriyyədən çıxartdılar. Bu hardandır səndə? Onu qutudan tapmışam. 4 il xəbərim olmadan kolleksiyamda yatıb. Əvvəl elə bilirdim adi cızıqdır. Sonra araşdırdım, onun həqiqətən nadir olduğunu öyrəndim. Həqiqətən çox nadirdir. Dəqiq sayılarını bilmirəm, amma ümumi 100-dən azdır. Bu variantı heç vaxt belə yaxından görməmişdim. Şəklini ancaq kitablarda, jurnallarda görmüşəm. Belə bir şeyin rastına çıxmağı inanılmazdır. Yəqin buna cəmi 20 dollar zad verib almısan. Cavab verməməyə üstünlük verirəm. Yaxşı. Məsələ belədir. Sikkə bazarının qəribə bir segmenti var. Ancaq xətaları alıb satırlar. Bu isə ən zor xətalardan sayılır. Xətaların tacı. Hə, kolleksionerlərin ovudur. Bunun üçün təxmini nə qədər istəyirsən? 15.000. 15.000 dollar. Bunun münasib qiymət olub-olmadığını heç bilmirəm. Normalda sertifikasiyadan keçmiş sikkənin dərəcəsinə baxırsan, ona uyğun kataloqdan təxmini qiymətini öyrənirsən. Amma əcaib xətalardan söhbət gedəndə onun sabit qiymət cədvəli falan olmur. Fred adlı dostum var, elə əcaib sikkələrlə məşğul olur. Bir dəqiqə vaxt ver, qayıdıram. Oldu. Buna görə kinodan stat gətirirdin. Wow. Özüdür ki var. Çapıqlı üz. Bu Morgan dollarları arasında ən əhəmiyyətli xətalardan sayılır. Ələlxüsus da bu variant çox bahadır. Çünki qəlibdə nəhəng bir çat əmələ gəlmişdi. Həmin qəlib az qala ikiyə parçalanmışdı. Bu sikkəyə baxanda da görə bilirik ki, qəlibdəki çat demək olar bir ucundan o biri ucuna qədər uzanır. Bu xətanın 4 kateqoriyası olur. Kolleksionerlər çatı daha böyük olanla üstünlük verirlər. Birinci kateqoriyada olanları 125 dollara falandır. Sonuncu kateqoriyada olanlar isə minlərlə dollar dəyərindədir. Bu ən pik həddə olanıdır. Yəni ən dəyərlisi. Yaxşı. Bir halda ki, deyirsən ən pik həddə olan xətadır, dəyəri nədir? Çox unikal bir sikkədir. Morgan dollarları arasında xətalara aid kolleksiyalar əsasən son 30 ildə populyarlaşıb. Bu isə belə deyək ki, auditoriyası son dərəcə kiçik idi. Həmin auditoriya isə çox zəngin insanlardan ibarət olduğundan qiymət bir də görürsən kəllə çarxa vurur. Bunlardan birinin rekord qiyməti 20.000 dollara yaxın olub. Düzdür, o bundan daha gözəl nümunə idi. Yəni MS dərəcəsi üstün idi. Amma hərracdan hərraca fərq olur. Üstəlik bazar tələbi də o vaxtdan bəri bir qədər səngiyib. Ona görə beləsinin dəyəri təxminən 7.000 dollardır. Çox sağ ol qardaşım, minnətdaram. Sən sağ ol. Təbriklər. Çox sağ ol. Bunu 4500 ala bilərəm. Onda satası olmadım. Bundan yüksək təkliflər almışam. İndi satmaq istəyim daha da öldü. Kolleksiyamın bir hissəsidir. Deyirsən sənin 7.000 dollardan yüksək təklif olub. Ged razılaş onda. Oldu. Belə, sövdələşmən baş tutmasa 4500 satası olsan, gələrsən yanıma. Mütləq. Xoş gəldin. Çox sağ olun. Rick ən aşağı təklif elədi. 4500 real qiyməti öldürməyi deməkdir. Neçə il mənim kolleksiyamda olub, indi heç satmaq da istəmirəm.